Президент Азербайджанской республики Ильхам Алиев посетил село Гузей-Хырман Ходжавенского района. Глава государства был проинформирован о работе по восстановлению индивидуальных домов и инфраструктуры в селах Гузей-Хырман и Гюней-Хырман. Затем президент Ильхам Алиев встретился с жителями, вернувшимися в оба села. Специальный представитель президента Азербайджанской республики в Агдамском, Физулинском и Ходжавенском районах Эмин Гусейнов проинформировал главу государства о работах по созданию социальной инфраструктуры в селах Гузей-Хырман и Гюней-Хырман. Было отмечено, что Гюней-Хырман расположен в одноименном административно-территориальном округе Ходжавенского района. Село было оккупировано армянскими вооруженными силами в 1992 году и освобождено в 2023 году в результате проведенной вооруженными силами Азербайджана антитеррористической операции. До оккупации жители в основном занимались животноводством, виноградарством и земледелием. Здесь функционировали 2 школы, детский сад, больница, дом культуры, клуб, библиотека, спортивный комплекс, предприятие по производству хлеба и отдел связи. В селе насчитывается в целом 549 индивидуальных домов, из которых 170 непригодны для проживания, 379 частично пригодны. На данный момент 50 домов уже готовы к эксплуатации, в 147 домах продолжаются ремонтные работы. Ведется подготовка к ремонтно-восстановительным работам в остальных 182 домах. Несколько дней назад в село вернулись 18 семей, 72 человека. В селе также проведен ряд работ, связанных с социальной инфраструктурой. Проложен новый газопровод, восстановлена существующая газовая линия, установлено насосное оборудование на субсидированных скважинах. Продолжается строительство насосной станции. Кроме того, полностью реконструирована внутрисельская водопроводная сеть, проложен волоконно-оптический кабель. Гузей-Хырман входит в состав одноименного административно-территориального округа Ходжавенского района. Село было оккупировано в 1992 году и освобождено в 2023 году в результате антитеррористических мероприятий, проведенных вооруженными силами Азербайджана. До оккупации жители села занимались виноградарством, зерноводством и животноводством. Здесь функционировали средняя школа, детские сады, клуб, библиотека. В селе Гузей-Хырман насчитывается 447 индивидуальных домов, из которых 65 непригодны для проживания, а 382 частично пригодные. В 244 домах ведутся ремонтно-восстановительные работы. 100 из них уже готовы принять жильцов. Работы в 144 домах завершатся в ближайшие месяцы. Ведется подготовка к ремонтно-восстановительным работам в оставшихся 138 домах. Несколько дней назад в рамках начального этапа переселения в село вернулась 21 семья, 87 человек. В селе проведен ряд работ по созданию социальной инфраструктуры. Так проложены новые газовые линии, а существующая восстановлена. Субартезианские скважины оснащены насосным оборудованием, реконструирована водопроводная сеть и насосная станция. Кроме того, восстановлены существующие трансформаторные пункты, воздушные линии электропередачи и внутрисельская электросеть, проложена волоконно-оптическая кабельная линия. Также отремонтированы здания Гузей-Хырманской сельской полной средней общеобразовательной школы на 460 ученических мест и ясли детского сада на 40 мест. В селе сданы в эксплуатацию объекты общественного питания. Затем глава государства побывал в доме переселившегося в село Низамеддина Алиева. Salam canım, hoş geldiniz. Salam, hoş geldiniz. Hoş geldiniz. Hoş geldiniz. Çok sağ olun, hoş geldiniz. Salam aleyküm. Salam. Biz çok sevindik ki Cenab-ı Prezident. Biz çok sevindik ki bugünkü günde bu bizim için yani tarihi kalan bir gündü ki önde de boyumuza Karabağ'a kaitmişiz. Hoş gelmişsiniz. Sağ ol, başkanım. Allah Siz burada rahat yaşayacaksınız Doğma Karabağ torpağında. Bəli. Sağ ol, çok sağ ol. Çok güzel bir gündü ki evladımla özür istedim. Askeriye buradan yola düşecek inşallah. Ne var? İnşallah haftanın birinci günü. Çok güzel, çok yaxşı qulluq elə. İnşallah. Çok sağ olun. Siz bize hoş geldiniz. Necədir, ev şəraitiniz necədir? Yaxşı, her şey yaxşı. Qaydasında. Keç. Baxcanızdır. Bəli, Cenab-ı Prezident. Var qədər böyük ki, neçə burada bir İnşallah dostlar ekleyeceği Allah'ın izniyle. yemək olur. Meyvə ağaçları da. Bəli, her şey yaxşı. Yerin arasını yaratırlar. İnşallah. Çok gelişti. Gelişti, her şey yalan. Bir gün yok şimdi burada. 4 günlere geldik. Çok yaxşı seviyoruz. Bəli, çok yaxşı seviyoruz. Her şey yalan. Bəli, çok güzel əla. Allah sizi korusun. Biz fərq edik. Sağ olun. Süper yaşayın burada. Çok sağ olun. Biz buna layıqsınız. Çok sağ olun canım. Uzun illər köçkün həyatı yaşamaq Çətin bir gün. çətin şey. Evet. Ben özümde 44 gün Vətən Müharibəsi iştirakçısıyam. Biz sizinle fəxr edirik ki, bütün dünyaya siz nümunə bir ölkə basınız ki, her bir vətəndaşın yanında belə səmimi, belə rahat gəlirsiniz, hər bir vətəndaşı əsas ki, bir dövlət başçısı kimi xeyir dua verirsiniz. Bu bizim üçün tarixdə qalan bir gündür ki,
Biz cənab prezidentimizin xeyir duasını alırıq bu günlər yerimizdə. Sağ olun. Sizə teşekkür edirəm. Çox sağ olun. Vətənin qorunmasında fəal iştirak eləmisiniz. Bəli. Və 44 günlük vətən müharibəsi bizim şanlı tariximizdir. Bəli. Allah Qürur sağ olun. mənbəyimdir. Çox sağ olun. Hansı istiqamətlərdə iştirak? Cəbrayıl Zəngilan Füzuli Qubadlı bəli cənab prezident. Çox sağ olun ki, gəldiniz. Biz özümüz Xocalı Krapatin kəndindənik. Siz cəmaatı, qaşqınlar hamısını yer elədiniz, torpaqlarımızı aldınız. Bəli. İndi hamısı öz torpağında, öz yerində, yurdundadır. Çox sağ olun, Allah Sağ olun. falan sağ olasın. Sizə Allah can sağ sağlığı. verməsin, Allah canını sağ olasın. Sağ olun. Sizə də başkanım. Allah uzun ömür versin ki, Doğma Qarabağ torpağında bundan sonra uzun, gözəl, firavan həyat yaşayasın. Çox sağ olun. Sağ olun. Allah Uşaqlar da, ölümlərimizə rəhmət maşallah, eləsin. da böyüyəcək. Allah Bəli, ölümlərimizə rəhmət eləsin. Allah rəhmət Çox eləsin. gözəl ki, böyük sizin kimi bir evlat var ki, ulu öndərimizin də arzusunu yerinə yetirsin. Ulu öndərimiz həmişə deyərdi ki, Qarabağlar hamısı öz yerinə qayıdıb, öz Bəli, yerinə Öz bəli. yerə qayıdıb. qayıdacaq. Allah rəhmət eləsin Qayıdacaq. ulu öndərimizə. Aydınlar. Özü görmədi ama siz qaytardınız. Böyük qayıdış proqramı da uğurlu icra edilir. Demək olar ki, hər həftə olmasa, hər ay bir qrup keçmiş köçkün öz doğma torpağına qayıdır, yerləşir. Bax, dövlət tərəfindən belə gözəl Çox evlərlə təmin gözəldir, çox edilir. gözəl. Burada iş şəraiti gözəldir. Yaşamaq üçün gözəl şərait var. Gözəl mənzərəli yerlərdir, Bəli. səfalı yerlərdir, suyu var, Hər şey. təmiz havası var. Təmiz havası. Torpağı da bitdi. Siz də ki, bu Qarabağlılar yaxşı Əkib bilirsiniz ki, sərin buranın çox gözəl torpağı var. Əkib becərmək, mallarlıqla məşğul olmaq, yəni ölkəmizi gücləndirmək, Əsas Qarabağı çiçəkləndirmək Bəli, biz daim hamımızın işidir. daim sizin yanınızdayıq cənab prezident. Bu işğal dövründə harda Biz yerləşmiş? Beyləqanda. Beyləqan. Dövlət tərəfindən Bəli. salınan qəsəbədən. Qəsəbə, Xocalı qəsəbəsi. Xocabəndi. Xocalı qəsəbəsi. Burada şərait. Çox gözəldir. Çox gözəl. Əsas odur ki, doğma vətəndir, torpaqdır və Qavazlıqda kurort havasıdır da. Bəli, bəli, çox gözəl bir şeydir. Gözəl havası var. Çox sizinlə olan bir xatirə çəkəcək. Gəlin çəkilir, istəyirsiniz çöldə çəkilir. Bəli, bəli, çox Bəli, gözəl. bəli. Necə istəyirsiniz, onu çox qəşəng görsün. Təxillikli bizim belə ölçə baxsınlar. Çox sağ olun. Çox sağ olun. Sağ olun. Sağ olun. Allah Təbrik edirəm. sizi qorusun. Çox sağ olun. Sağ olun, sağ olun. Sağ olun. Sağ olun. Mən də fəxr edirəm ki, xalqımız bununla əvvəl vəziyyətə ləyaqətlə gözləyir. Məni də torpaqlarından doğulmuşlar. Sən Sağ olun. Çok sağ olun. Allah razı olsun. Allah size ömür versin, can sağlığı. Sağ olun. Bu Sizə də hayatı bize bəxş için size minnettarım. çox sağ olun. Sağ olun. Allah Təbrik size uzun edirəm. ömür versin, can sağlığı versin. Təbrik Bizi arzumuza edirəm. çatdırdınız. Möhtərəm Təbrik prezident. edirəm. Çok sağ olun. Hoş gəlmisiniz. Siz hoş Yeniden Doğma Qarabağa. Necə yerləşdiniz burada? Yaxşı. Çok sağ olun. Çok güzel. Allah sana sağ olasın. Allah sizden çok razı olsun. Ulu önderimizin siyasetin devam ettiğiniz, yağ düşmənlərdən torpağımızı azad elədiniz. Allah sizə can sağlığı versin, ailənizi qorusun, sizi Çox bizim sağ olun. üstümüzdən əziyyət eləməsin. Çox sağ olun. O vaxtı ulu öndərinə bizim şəklimiz də var. Aa, Bu mənəm, Sən burada. bəli, bu da Əliyev. Birinci qrup. 94-cü ildə 94-cü ildə. Bəli, bəli, aprel ayı. şəklə Bizlə dəvət birbaşa elədiniz. səngərdə görüşdük. Səngərdə. Böyük tövsiyələrini verdi. Hə, Bütün ağır əsgərlər, illər. bütün şəxsiyyətlər böyük ruh şəraitliyi yaratdı. Bəli. Bu hansı Beyləqan istiqamət? Ağdam Ağdam istiqaməti Xocalı. birinci Ağdam. qəsəbəsində Hə, cənab 94-cü prezidentimiz ulu il. öndərimiz gəlib qayıdan bəli. sonra neçə kilometr biz irəlilədik. Tarixi şəkil. Bəli, bəli. Gelin icazə verin koltuğunuza girip siz benden işimi almasın. Qədəmləriniz mübarək, Sağ ol, xoş sağ gəlmisiniz. ol, Qalib sağ ol. xalqın qalib oğlu.
Çok sağ Çok olun. hoş geldiniz. Çok sağ olun. Mehriban Hanım'a bizim salamlarımızı Mütləq. çatdırın. Onun da salamları Allah var. köməyiniz olsun, Allah Çok sizi sağ- korusun. Çok Hiç sağ ol. vaxt üstümüzden əskiy olmayasın. Sizə də can sağ olun. yerində. Həmişə. Xalq da mənim arxamda. Çok sağ olun. Sağ ol. Allah sizi bizim üstümüzden eski elemez. Çox sağ ol. Sağ olun. Çox sağ ol. Çox sağ olun. Allah köməyiniz olsun. ol. Sizin bir əmrinizlə cavanlarımız bu torpağı azad elədi. Çox sağ olun. Allah sizi var eləsin. Fəxr edirik, fəxr edirik cavanlarımızla. Fəxr edirik. Tamam. Allah səni qorusun. Sağ ol. Allah səni qorusun. Sağ ol. Allah balaları o qorusun. Çox sağ ol. Bizdə bu günü yaşatdığına görə çox sağ ol. Çox Biz sağ ol. şəhid analarını görkəzdiyin qayğıya görə çox sağ ol. Allah şəhərlərimizə rəhmət eləsin. Amin, amin, amin. Bu zəfər günlərini onlara borcluyuq biz. Onların qanı bahasına torpaqlara biz qayıtdıq. Sağ ol, sağ ol. Sağ ol. Sağ ol. Sən Allah sağ ol. səni sağ ol. Sən sağ ol. Öpə bilərəm səni. Çok sağ olun. Allah sizi var eylesin. Sağ ol. Sən necəsən? Allah sizi var eylesin. Allah sizi Medal hansı? sizi qovşan. Su qovşan. Çətin yerlidir çox. Allah sağ Təhlükəli. Sağ olun. Allah kömək. Sağ olun. Mən gəldim sizi təbrik edeyim. Bilirəm ki, bir neçə gündür ki, doğma Qarabağ torpağına qayıtmısınız. Uzun fasilədən sonra bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır. Bütün Azərbaycan xalqı üçün bayramdır. İndi belə ay olmur ki, qrup şəklində keçmiş köçkünlər öz doğma torpaqlarına qayıtmasın. Elə olur ki, hər həftə, hər ay, hər gün və bundan sonra bu proses daha geniş vüsət alacaq. Çünki bildiyiniz kimi 2-ci Qarabağ müharibəsindən sonra birinci mərhələdə bu minalardan gərək o torpaqları təmizləyəydik. Hələ davam edir bu işlər. Ondan sonra erməni millətçiləri, işğalçılar bütün torpaqlarımızı viran qoymuşdu. Heç nə yox idi, daş üstə qalmamışdı. Gərək lazım olan şəraiti yaradaydı. Elektrik olsun, su, qaz, yollar. Ondan sonra evlərin tikintisi, evlərin bərpası. İndi ki, əsas bu yol, nəqliyyat, körpü, qaz, işıq məsələləri öz həllini tapır. İndi keçmiş köçkünlərin qayıdışı da sürətlə gedəcək. Və əlbəttə ki, bu ərazilər Xocavənd rayonunun böyük hissəsi 2-ci Qarabağ müharibəsindən sonra hələ də işğal altındaydı. O cümlədən bu kəndlər. Ancaq bilirəm ki, siz də bilirdiniz, biz də bilirdik ki, bu belə qalmayacaq və hər qarış torpaq Azərbaycana qayıdacaq, onları biz qaytaracağıq və qaytardıq. Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır. Haqlı olaraq biz göstərdik bütün dünyaya ki, böyük xalqı öz dədə-baba ənənələrinə sadiqik. Baxmayaraq ki, uzun illər torpaqlarımız işğal altındaydı. İnsanlarımızın böyük hissəsi qaçqın köçkün şəraitində yaşayırdı. Ancaq biz iradəmizi sındırmadıq, inanırdıq və nəinki inanırdıq, bilirdik ki, gün gələcək və biz bu torpaqların sahibləri kimi qayıdacağıq. Buna nail olmaq üçün əlbəttə ki, bütün xalq birləşməli idi və birləşdi də. Və 2-ci Qarabağ müharibəsi bunu əyani şəkildə bütün dünyaya göstərdi. Bu birlik uzun illər ölkəmizi gücləndirirdi və addım-addım hər gün biz bu şanlı qələbəyə doğru irəliləyirdik. Hərə öz yerində kimi təsərrüfat işləri ilə məşğul idi, kimi ordu quruculuğu ilə, kimi uşaqları böyüdürdü, vətənpərvəri ruhunda. Hərə öz yerində bu tarixi günü yaxınlaşdırır. Və şəhidlərimizin ruhu qarşısında bugün biz
Yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq. Dövlətimiz güclüdür, ordumuz güclüdür, iradəmiz yerindədir və 2-ci Qarabağ müharibəsi və ondan 3 il sonra antiterror əməliyyatı bir də deyirəm göstərdi bütün dünyaya xalqımız nəyə qadirdir. Azərbaycan dövləti və xalqı qədər son 80 il ərzində heç bir dövlət, heç bir xalq buna oxşar qələbə qazanmamışdır. Özü də cəmi 44 gün ərzində. İndi dünyada gedən hadisələri hamımız izləyirik. Əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində münaqişələr, müharibələr alovlanır, dayanmır, davam edir və bu müharibələrin gedişatına da baxdıqda hər şey göz qabağındadır və hər şey müqayisə ilə ölçülür və müqayisə edəndə bir də görürük ki, 44 gün ərzində belə çətin relyefi nəzərə alaraq, düşmənin 7 müdafiə xəttini nəzərə alaraq, nəzərə alsaq ki, Ermənistan arxasında böyük dövlətlər dayanmışdır və bu 44 gün ərzində bizə təzyiqlər, hədələr, təhdidlərlə dolu siqnallar göndərmişdir. Bütün bunlara rəğmən, bunlara baxmayaraq biz istədiyimizə nail olduq. Çünki haqq, ədalət bizim tərəfimizdə idi, güclü iradə bizdə idi və Azərbaycan xalqı birləşmişdir. Bax, 44 gün ərzində bir nəfər belə olsun, döyüş meydanını tərk eləmək. Amma ermənilər özləri etiraf edirlər, özü yüksək səviyyədə ki, 11-12 min onların fərarisi olmuşdur. Yəni, xalqımızın böyüklüyü budur. Bizim gənclər, yəni, o müdafiə xətlərini yarmaq üçün sinələrini qabağa verir. Heç düşünmürlər ki, sağ qalacaqlar, qalmayacaqlar. Bir də deyirəm, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bax, onları irəliyə aparan milli ruh idi, ləyaqət idi. Qarabağı işğalçılardan azad edənlərin mütləq əksəriyyəti bu torpaqları heç vaxt görmürlər. Dünyaya gözlərini açanda artıq bu torpaqlar işğal altındaydı. Ancaq cəmiyyətdə və xalqımızda Qarabağ ağrısı o qədər ağır idi. Bu yaramız o qədər bizi incidirdi ki, hər bir vətənpərvər insan bir amalla yaşayırdı ki, bizim qələbəmizə öz töhfəsini versin. Və bugün artıq şanlı zəfərimizdən təxminən 6 il keçəndən sonra biz bu torpaqları, bu əraziləri bərpa edirik. Ermənistan dövləti bizim torpaqlarımızı talan edib, viran qoyub, biz isə qurub yaradırıq. Şəhərlər, kəndlər dirçəlir və hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və bu gözəl inkişafı görəndə əlbəttə ki, ürəyim sevinir və bir də əmin oluram ki, nə qədər biz böyük xalqıq, qurub yaradan xalqıq. Və bu torpaqların sahibləri bizik, bütün dünya bunu artıq nəinki bilir, hətta qəbul edir. Bəziləri istəməsələr belə bunu qəbul etməyə məcburdurlar, çünki biz öz həqiqətlərimizi onlara qəbul elətdirmişik. Və bugün azad edilmiş torpaqlarda 90 mindən çox insan yaşayır, çalışır, təhsil alır və hər ay onların sayı artır və artacaq. Sizin üçün də dövlət gözəl evlər tikib, bərpa edib, bütün şərait burada var. Təbiəti gözəl, havası təmiz, suyu bol, torpağı münbit. Sadəcə can sağlığı sizə arzulayıram ki, xoşbaxt yaşayasınız, dərd bəla olmasın bundan sonra, uşaqları yaxşı böyüdəsiz, vətənpərvərlik ruhunda və Azərbaycan xalqına, dövlətinə, ürəyində sevgi ilə böyüsünlər və lazım olanda
İnanıram ki daha lazım olmayacaq. Amma lazım olanda hamı bilməlidir ki, dəmir yumruq yerindədir və yerində olur. Şəkil çəkdirək. Allah sen Çox sağ ol. Allah'ın nazarı üstünde olsun. Sağ ol. Sizə can sağ ol. Uzun ömür. Çok sağ ol. Sağ olun. Sağ olun.